Vaxtınız xeyir olsun əziz şagirdlər. Bilirsiniz ki, buraxılış imtahanları bitdi. 16 martdan etibarən blok imtahanlarına hazırlaşmağın vaxtı gəlib çatıbdır. Əgər blok imtahanına Azərbaycan dili, ədəbiyyat və tarix fənnindən bizimlə hazırlaşmaq istəyirsinizsə, 050 880 71 89 nömrələri ilə əlaqə saxlayıb bizim sürət qruplarımıza qoşula bilərsiniz. Dərs haqqında ətraflı məlumat almaq üçün bu nömrələrdən istifadə edin, sizə geri dönüş olunacaqdır. İndi isə başlayaq Azərbaycan dilinin qayda izahlarına. Buradakı Azərbaycan dili bilirik ki, 4 bölmədən ibarətdir. Fonetika, leksika, morfologiya və sintaksis. Və Azərbaycan dilinin giriş hissəsi fonetika bölməsidir. Biz fonetika bölməsində nələri bilməliyik? Səsləri bilirik, səslərin xüsusiyyətlərini bilməliyik, heca, ahəng qanunu və s. Yəni bizdən fonetik təhlil də istəyəndə bunlara nəzər almalıyıq. İndi gəlin bir-bir suallara baxaq, izahlarını verək. Əgər hansı izah sizlər üçün aydın olmazsa, şərh bölməsində qeyd edin. Şərhdə də yazılı formada sizə izah olunacaqdır. Uğurlar hər birinizə, başlayaq dərsə. İlk sualımızda qeyd olunub ki, ölümsüzlük sözü ilə bağlı yanlış fikir istəyir. Bu zaman nə etməlisiniz? İlk olaraq transkripsiya açılmalıdır və söz tələffüz formasında yazılmalıdır. Ölümsüzlük formasında tələffüz olunur. Sonda xıştırıq səsini qoymaq lazımdır. Yazılışda tələffüz fərqləndimi? Təbii ki də fərqləndi. Ahəng qanuna tabedirmi? %100. Yalnız şəkilçi hissəsi. Bəli, bax, şəkilçi hissəsi fərqli tələffüz olundu mu? Düzdür. Qarşılığı olmayan 3 samit işlənmişdir. Qeyd edin dəftərinizə ki, əgər hansısa bir testdə fonetika bölməsinə aiddirsə, sizdən saat və samit istəyirlərsə, transkripsiyanın içərisinə baxmağınız vacibdir, hökmdür. Və qarşılıqlı olmayan samitlərə baxılan biri L səsidir, digəri də M səsidir. Yoxdur. Yazılışa baxsanız var. Sonda bir də L hərfi var. Amma tələffüzdə yoxdur. 2-dir. Deməli, düzgün cavabımız D variantıdır. Səs və hərfin sayı bərabərdirmi? Təbii ki də bərabərdir. Keçək ikinci suala. Yanlış fikri müəyyən edin. Eyni cinsli qoşa saatli sözlər hansılardır? AA, ə, i, bir də o-odur. Bax, buradakı AA hərf birləşməsi hər zaman fərq yaratmır. Misal üçün, an-ban sözünü yazdım. Quruluşca mürəkkəbdir və olduğu kimi tələffüz olunur. Mina atan sözünü yazdım. Quruluşca mürəkkəbdir və olduğu kimidir. Demək ki, eyni cinsli qoşa sait sözlərdən olan AA mürəkkəb sözlərin tərkibində işlənərkən fərq yaratmayacaq. Yəni, A variantı doğrudur. Əgər A yazmışsınızsa, fikirləşilsinizsə, səhv fikirləşilsiniz. Qarşılığı olmayan 5 samit səs var ki, əzbər bilirsiniz. L, M, N, R, bir də H səsidir. Sonu BCDC ilə bitən bütün sözlərdə fərq yaranır. Yanlışdır. Niyə yanlışdır? Yenə qeyd edin. Əgər söz bir heca və həmin hecada da 2 səs ya da ki 3 səs varsa, bu zaman BCDC qaydasının buna aidiyyəti olmayacaq. Misal üçün, ad sözü bir heca 2 səsdən ibarətdir. BCDC qaydasının bu sözə aidiyyəti yoxdur. Yaxud da ki, süd sözü bir heca 3 hərfdən ibarətdir. Qaydaya aidiyyəti yoxdur. Amma ki, 4 olsa, BCDC qaydası artıq işə düşəcək. Kənd yazılıb, kənd formasında tələffüz olunacaq. Ona görə diqqət yetirin ki, sonu BCDC ilə bitən sözlər bir hecalı sözlərdirsə, diqqət yetirik nəyə? O, əgər orada 2 və 3 hərf varsa hecanın tərkibində, BCDC qaydası uyğun deyil. Yəni, heç bir fərq yaratmayacaq. Cavabımız C-dir. Burun samitlərimiz M, N. Uzun tələffüz olmayan saitlərimiz isə I və Ü-dür. Bərabərdir. Eyni cinsli qoşu samitli sözlərimiz də hər zaman fərq yaratmır. Buna necə yadımızı saxlamışıq? Təpik qoy. Bax, bunlar fərq yaradır. Məsələn, TT olacaq TD, PB, KG, 8 yazılacaq, 8 kimi olacaq. 9 yazılacaq, 9 kimi olacaq. Qoşa Y olanda Y-nin biri düşəcək şəkilçinin tərkibində. Digərlərində isə olduğu kimidir. Məsələn, Abbas sözü B ilə yazılır və olduğu kimi də qalır. Diqqət yetirik ki, cavabımız C-dir. Hansı sözün yazılışı doğrudur? Asan bir sualdır. Düzgün cavabınız E variantıdır. Burada Ü hərfi olmaz, amma burada Ü yazmaq lazımdır. Burada Z yazmalısınız. Burada da 2 dənə K hərfi yazmağınız vacibdir. Uyğunluq pozulmuşdur istəyir. Yenə asan bir sualdır. Cavabınız E variantıdır. Podnos yazılır. Podnos kimi tələffüz olunur. Moskva tipli sözdür. Burada diqqət yetirəcəyiniz məqam panoram sözüdür. Bu eynən samovar sözü kimidir. Bu da belə yazılır. Buna da diqqət yetirin. Bir sözün də xüsusiyyəti
xüsusiyyətini deyilmişsə bilin. Laboratoriya belə olur. Laboratoriya. Diqqət yetirsinizsə, A ilə başlayır, O-ya çevrilir. Sonra A-ya gedir, sonra O-ya çevrilir. Bu yazılışı üçün keçərlidir. Tələffüzündə isə burada birinci O A-ya çevriləcək, O-ya vurğu düşdüyü üçün laboratoriya formasında tələffüz olunacaqdır. Keçək 5-ci sözə. Sözsüz ünsiyyət birləşməsinin fonetik təhlilinə aid olan fikri istəyir bizdən. Diqqət yetiririk, fonetik təhlil. Birinci tərəfi sifətlə ifadə olunubdur. Sözsüz sözü sifətdir. Doğrudur. Amma fonetik təhlil deyil. Çünki sifət bölməsini biz morfologiyada öyrənirsə, bu morfoloji təhlildir. İkinci tərəfdə qarşılığı olmayan samit səs var. İkinci tərəf buradır. Qarşılığı olmayan samit n-dır və səsdən söhbət gedirsə fonetikaya aiddir. Cavabımız B-dir. Ünsiyyət sözünün leksik mənasını yazıbsa, bu leksik təhlildir. Dodaqlanan saitlər qapalıdır deyir, öz səsi açıq saitdir. Birinci növ təyin söz birləşməsi deyir. Birinci növ təyin söz birləşməsini sintaktik təhlildə öyrənə bilərik. Düzgün cavabımız B variantıdır. Tələffüz şəkli yanlış olan sözü istəyir. Təbii ki də burada cavabımız E-dir. Saxlayan formasında olması lazımdır. Növbəti sualımız 7. Tələffüz zamanı daha çox fərq yaranan sözü istəyir. Pıçıldamaq sözündə bir L, R-yə çevriləcək, G-də X kimi tələffüz olunacaq. Sönməyən sözü 2 fərq var. Stansiyanada Y əlavə olunacaq, o da A kimi tələffüz olunacaq. 2 fərq hər iki var. Hündürlük sözünün yenə şəkilçilərində bu formada olacaq və cavabımız deməli D variantıdır. Y qoşulur, bu isə aidlik formasında olacaq. Aidlik forması, aidlik, xışdil formasında olacaq və burada fərq sayı artıq 3-ə çevrilmiş olur. Hansı sözün yazılışı yanlış, deyilişi düzgün göstərilibdir? Bu da asan bir sualdır. Cavabımız E variantıdır. Diqqət yetirək. 9-cu sualda yazılır ki, hansı sözü transkripsiya içərisində yazmamız doğru olar? Burada vaxtaşırıdır. T ilə yazılır, D-ya da çevrilibdir. Bu isə bunun tələffüz formasıdır ki, açıq formada yazılıbdır. Biz bunu tələffüzdə qeyd eləməyimiz lazımdır. 10-cu sualda deyir ki, monoqrafiya və şokolad sözləridir. Diqqət yetiririk nəyə? Burada O-lar A-ya çevriləcək, burada da O-lar A-ya çevriləcək, sonu isə T kimi tələffüz olunacaq. Tərkibində dodaqlanan saat səs yoxdur, hər ikisi üçün keçərlidir. Biri götürmürük. Ahenk qanunu pozulmuşdur. Bəli, doğrudur. İkinci tərəf ahenk qanununa uyğundur. Ona görə 2 sırf monoqrafiya üçün keçərlidir. Deyilişi ilə yazılışı arasında eyni sayda fərq var. Burada 2-dir, digərində isə 3 fərqli məqam var, teg olduğu üçün. 3 yanlışdır, ortaq deyil. Tərkibində yalnız eyni qalın sait səs işlənmişdir. A-lar doğru fikirdir. Tərkibində qarşılıqlı olmayan samit səs var. Söhbət burada L səsindən gedir. Ancaq diqqət yetirik, burada MN də var. 5-i ortaq yazmağımız lazımdır. 5-i də götürmürük. Kağıt samitlərinin sayı daha çoxdur. Ş, K və T kağıt samit olduğu üçün bu da doğrudur. Cavabımız 2, 4, 6 olacaq. 2, 4, 6-nı da biz B variantında görürük. Uyğunluğu müəyyən edin. Saat səslər heyecan yaradacaq, samitlər heyecanı formalaşdıracaq və avazlı olacaq. 2, 4, 6 B variantıdır. Xəstə sözünün fonetik təhlilinə aiddir. Yenə diqqət edin, fonetik təhlilindən söhbət gedir. Söz xəstə kimi tələffüz olunur. Doğrudur. Deyilişli yazılış fərqlənmir, yanlışdır. Çünki elə A variantında fərqli olduğunu biz gördük. Haqsızlıq sözünün tələffüz forması belə olacaq. Haqsız formasında olacaq. Və bizdən yanlış fikir istəyir. Qarşılığı olmayan bir samit işlənibdir. Söhbət hansıdan H səsindən gedir. Düzdür. 9 hərf 9 səsli, düzdür. Müxtəlif səslər, yəni K səsi ilə burada X səsindən söhbət gedir. Eyni hərf, yəni G hərfi var burada haqsızlıq sözündə. Müxtəlif səsləri veribdir. Birində K olubdur, haqsızlıq, birində də X səsini veribdir. Bir səsin cingiltili qarşılığı ilə söz başlanmır. X səsinin cingiltili qarşılığı G-dir. Həqiqətən də G ilə də söz başlanmır. Cavabımız onda E variantıdır. Tələffüz zamanı 2 fərqli məqam deyil, tam 3 fərqli məqam var. İlk ikisi G-lərindir. Bir də L səsi D-yə çevrilibdir. 3 fərqli məqam oldu. Püxtələşmək və püskürmək sözü. Püxtələşmək sözündə T-yə çevrilir. Püxtələşmək formasında püxtələşmək olacaq. Püskürməkdə də püskürmək formasında olacaq. Tələffüzdə bir fərqli məqam var. Yanlışdır. Eyni sayda kağıt samit iştirak edibdir. Püxtələşmək sözündəki olan kağıt samitləri yazdım. P, X, Ş, sonda isə X. Digərində olanlar isə budur. Püskürmək sözündə P, S və sonda X-dir. Birində 4-dür, digərində isə 3-dür.
eyni deyil. Heca sayı puxtalaşmaqda 4, püskürməkdə 3-dür, olmayacaq. Yalnız şəkilçinin fərqli tələffüzü puxtalaşmaq sözündə puxta sözün köküdür və sözün kökündəki t-dıya çevrildi. Olmayacaq. Cavabımız E variantıdır. Eyni sayda cingiltili samitlərin iştirakı olubdur. Birincində t-dıya çevrildiyi üçün d-nı götürürük. L, bir də ki M səsi var. Digərində isə olan hansıdır? G, R və M səsi 3-ün 3 olduğu üçün cavabımız E variantıdır. Emosional sözünün fonetik xüsusiyyətində emosiyanal formasında olacaq. Tələffüzü ilə yazılışı arasında 3 fərqli məqam var. Doğrudur, bizdən səhv istəyir. Kəmiyyət səsin düşümü, səs artımıdır. Burada səs artımı var. Düzdür. Keyfiyyət dəyişikliyi də ki, oğullar aya çevrilibdir. Bu da var. Bu da doğru fikirdir. Bir kağıt samit. Kağıt samitimiz burada s-dır. 4 cingiltili samitimiz 2M Y gəlib 2, N 3, L-də 4 və bu da doğru fikirdir. Son sait 3 fərqli səs verə bilər. Burada son saitimiz A-dır. A, bir A özü kimi, məsələn, anadakı A, bir I kimi ola bilər, babaya, babıya, bir də ki U kimi ola bilər. Otlayır, otduyur formasında olacaq və bu da doğru fikirdir. Sözdə dodaqlanan bir sait var. Yanlışdır. Çünki 2 O da A-ya çevrildiyi üçün olmayacaq. Diqqət yetirin, bax bu D variantındakı A-nın 3 fərqli versiyasına. Bunu unutmayın. Cədvəlin heç bir xanasına yazıla bilməz. Uzun tələffüz olunan sait səs yoxdur deyəndə birlik, parlaqlıq, labirint və təsadüfəni yazılıq bura. C variantını isə heç bir xanaya yaza bilməz. Çünki xainlik sözünə A uzanacaq, deyilişi ilə yazılışı da fərqlənəcək. Ona görə də cavabımız C variantıdır. Sözlərin düzgün yazılışını istəyir bizdən. Kimono O ilə yazılır. Laureatda E hərfi, oratoriyada A, vegetasiyada isə E hərfi öz əksini tapır. Yəni cavabımız A variantıdır. Düzgün yazılan sözü bizdən istəyir. Burada emblem sözüdür. Bitişik yazılmalıdır. Defisinə yazılmalıdır. Bitişik yazılmalıdır. Burada isə M hərfini öz əksini tapmalıdır. 19-cu suala nəzər salaq. Hansı sözün tələffüzündə daha çox fərqli məqam var? Məmnunluq sözündə 2 fərqli məqam var. Onkologiya sözündə 2 fərqli məqam var. Üstünlük sözündə 3 fərqli məqam var. Sözləşmək sözündə 2 fərqli məqam var. Ürkütmək sözündə isə 1 fərqli məqam var. Cavabımız C variantıdır. Sual işarəsini yerinə yazmaq mümkündür. Sönməyən sözünün tələffüz forması olacaq. Sönməyən birinci Ə 3 kimi tələffüz olunacaq. Neft təmizləyəndə isə t düşəcək. Təmiz deyən formasında tələffüz olunacaq. Deyilişi ilə yazılışı arasında 2 fərqli məqam var. Fikri yanlışdır. Çünki t düşdüyü üçün artıq 3 fərqli məqam olur. Ahəng qanunu pozulmayıb fikri doğrudur. Qapalı sait yoxdur fikri isə yanlışdır. Burada i var və bu qapalı saitdir. Kəmiyyət fərqi vardır. Kəmiyyət fərqi səs düşümü, səs artımıdır, amma sönməyən sözündə elə bir hal yaşanmayıbdır. Eyni sayda sonal samit iştirak eləmişdir. Sönməyən sözündə 3 dənə sonal samitimiz var. Biri M, M və sondakı N səsi. Neft təmizləyən sözündə isə N, M və sondakı N olacaq. Bəli, 3-ün 3 olduğu üçün cavabımız D variantıdır. L, D-ya çevrildiyi üçün oradakı sonal samit olmur. Yəni, götürməyimiz alınmır. Uzun tələffüz olunan sait səs vardır. Bu da yanlış bir fikirdir. Cavabımız D variantıdır. Sözlərin birinin yazılışı düzgün deyil. Aydın məsələdir ki, impuls yanlış yazılıbdır. Müthiş sözünün də mənasını, leksik mənasını şərh bölməsində yazarsınız görün. Doğru bilirsiniz, yoxsa yox. Xoşniyyətli və bədniyyətli sözünün fonetik təhlilinə diqqət edin. Yığlar olduğu kimi qalır. Bir dənə l-dıya çevriləcək hər ikisində. Mürəkkəb söz doğru fikirdir, amma bunun fonetik təhlili adiyyatı yoxdur. Söz leksika bölməsinə aiddir. Ahəng qanuna tabe olması fikri doğru fikirdir və fonetik təhlilə də aiddir. Düzgün cavabımız B-dir. Diqqət yetirək, yanlış elədik burada. Buradakı o qalındır, incədir, ahəng qanuna da tabe deyil, amma fonetik təhlilə aiddir. Biz bunu götürməyək. Deyilişi və yazılışı arasında bir fərqli məqam var. Məhz bu doğru fikirdir. Çünki l-nın d-ya çevrilmə məqamını əvvəldə demişdik. Cavabımız C-dir. 2 uzun tələffüz olunan sait səsimiz yoxdur. Səs düşümü də, səs dəyişməsi də. Səs dəyişməsi var, l-nın d-ya çevrilməsi, amma səs düşümü yoxdur deyə götürməyəcəyik. Cavabımız C-dir. Uyğunluğu müəyyən edin. K hərfi 5 səsi ifadə edir. Doğrudur. Hansıdır 5 səs?
K özü K səsini xeşdirir, K-dən Y-yə çevrilir, bir də G ola bilər. Bu doğru fikirdir. Heyti hərf birləşməsi hər zaman fərqli tələffüz olunmur. Doğrudur. Mehtər sözü, Mehdi sözü. Lar şəkilçisi hər zaman fərqli tələffüz olunmur. Düzdür. Məsəl üçün qırmızılar yazılır və qırmızılar kimi də larlar şəkilçisi olduğu kimi tələffüz olunur. Yanlışın altında yazılan bütün versiyalar da doğrudur. Çünki ayaq formasında olacaq. Burada K səsi iştirak etmir. Hökmdar sözündə 3 saat ona görə var ki, burada da Ü formasında olacaq. Pozulması da o halda ola bilər ki, bir variantlı şəkilçidir. Məsələn, ev sözü yazılıbdır. Üzərinə dar şəkilçisi qoşdu və ahəng qanun pozula bilər. 24-cü sualda yanlış uyğunlaşmanı istəyir bizdən. Düzgün cavabımız E variantıdır. Çünki niskil onun tələffüzü, niskil isə onun yazılışıdır. Hansı sözün fonetik təhlilini iki cür düşünmək olar? Biz bunu dimin vəsaitində də görürük. Çaparlar yaxud da ki, qatarlar sözü var ki, biz bunu qatarlar yaxud da qatarlar kimi, çaparlar iki lı ilə bir də çaparlar kimi iştirak eləyəcəyik. Unutmayın, harda qoşallığını görsəniz bu tipli sözdə, bilin ki, söhbət feildən gedir. Yox, əgər RR formasını görsəniz, bilin ki, burada nitq hissəsi artıq dəyişilibdir. Nitq hissəsini tapmağa çalışın. Həmkarlıq və həmsədrlik sözünün fonetik xüsusiyyəti ilə bağlı ortaq cəhətləri bizdən istəyir. Yalnız dodaqlanmayan saitlərin iştirakı deyil. Dodaqlanmayan saitlərin iştirakı. Bu ortaqdır. Bizdən ortaq olmayanı istəyir. Deyilişi ilə yazılışı arasında iki fərqli məqam. Həmkarlıqda iki fərqli məqam var. Həmsədirlikdə həmsədirlik formasında olacaq. Burada üç fərqli məqam var. Bu yanlışdır. D ilə D arasında bir i hərfi daxil olmalıdır. Qarşılığı olmayan 4 samit səsinin iştirakı. Həmkarlıq sözündə var. Həmsədirlik sözündə isə orada da var. H, M, R, R formasında. Onda düzgün cavabımız ortaq olmayanı istəyirsə bu yanlışdır. Ortaqdır çünki son hərflərinin fərqli tələffüzü ortaqdır. Eyni samit qoşallığının olması sədirlikdə də var, həmkarlıqda da var. Ortaqdır. Cavabımız onda B variantıdır. Çünki iki fərqli məqam həmkarlıq sözü üçün keçərlidir. Həmsədirlikdə isə 3 fərqli məqam var. Düzgün cavabımız B-dir. Çünki ortaq olmayanı istəyir bizdən. İxtisaslaşma sözündə T-dıya çevriləcək. İxtisas, daşma formasında olacaq. Doğru fikir istəyir bizdən. Kəmiyyət və keyfiyyət fərqinin olması. Keyfiyyət fərqi var, amma kəmiyyət fərqi yoxdur. Ona görə yanlışdır. Eyni səs müxtəlif hərflərlə ifadə olunubdur. Eyni səsimiz DD hərflər səsidir. Müxtəlif hərf biri T-dır, biri də L-dır. Bəli, bu doğru fikirdir. Onda cavabımız B-dir. Ahəng qanuna tabe deyil. Yazılışı ilə deyiliş arasında fərq var. LMD samitində isə L yoxdur, axı L D-ya çevrilibdir. Ona görə də düzgün cavabımız B-dir. Düzgün uyğunlaşdırmanı bizdən istəyir. K-yə əvəzlənməsi baş vermir aptekdə, çek sözündə. Burada olacaq ördəyin. Saitlə başlanan şəkilçi gələndə biz bunu bilirik. Baş verir də qalığın. 1-3-6 varmı? Cavabımız C variantıdır. Növbəti sualımıza nəzər salaq. Verilmiş sözlər üçün ortaq cəhəti bizdən istəyir. Xarakter, monarxiya və qocalıq sözləri. Yazılışı ilə tələffüzü fərqlənməsi. Ortaq cəhətdir çünki xarakter olduğu kimidir. Eyni samit səsini iştirak etməsi. Xarakterdə X, monarxiyada X, qocalıqda da sonda X səsinin olması eyni samit səsini iştirak eləməsi deməkdir. Demək ki, ortaq cəhətimiz B variantıdır. 30-cu və sonuncu suala diqqət yetirək. Verilmiş cədvəllərdə düzgün uyğunlaşdırmanı müəyyən edin. Hidroliz, hidrofon, xronika. O ilə yazılıb A kimi tələffüz olunur. Hidrofon burada uyğundur. İkini biz götürməliyik. O ilə yazılıb O kimi tələffüz olunan isə formal, forum, hidrogen, hidrogendir. Cavab 2-5 varmı? A variantıdır. Beləliklə də düzgün cavabımız A'dır. Fonetika bölməsinin testi bununla da bitir. Əziz şagirdlər, yenə də vurğulayım videonun əvvəlində olduğu kimi, həm Azərbaycan dili, həm tarix, həm də ədəbiyyat fənninin sürət qrupu 16 martdan etibarən start götürülüb. Yəni 3-cü qrupa hazırlaşırsınızsa, rahat şəkildə bizlə hazırlaşa bilərsiniz. Dərsin günləri, ödənişlə bağlı hər hansısa bir sualınız da varsa, 050 880 71 89 nömrələri ilə əlaqə saxlayın. Nazim müəllim və Aydan müəllim sizə geri dönüş eləyəcəkdir. Uğurlar hər birinizə. İnşallah bu il tələbə adı hər birinizə qismət olar.